Bugün sizə ürək infarktından danışacağıq. Ürək infarktı dedikdə biz nə nəzərdə tuturuq? Ürəyin özünün qidalandıran damarların tıxanması, trombemboliyası nəzərdə tutulur. Xəstə simptomatik olaraq nə hiss edir? Sinədə ağrı, kürəyində ağrı, sol nahiyənin, yəni daha çox üzdən və çəçələ barmağımıza kimi olan ağrılar, bəzən lokal sadəcə çəçələ barmağımız ola bilər, bəzən qol nahiyəmiz ola bilər, bəzən üz nahiyəmiz ola bilər və xəstə təngə-nəfəslik, ürək döyüntünün artması müşahidələr olunur. Amma ən populyar olaraq, ən məşhur olaraq belə deyək, xəstə daha çox sinə və kürəyindəki ağrılardan şikayət edir. Buna daha çox şəkərli diabet, xolesterin profili yüksək olan insanlar daha çox bu riskli kateqoriyaya aiddir. Lakin şəkərli diabet xəstələri bəzən həmin ağrıları çox da hiss eləmir. Diabetik nevropatiya deyilən bir şey var. Yəni yüksək şəkər bədənimizdəki nəinki damardaxili problemlər, hətta sinir hüceyrələrinin zədələnməsi və ya ölümünə də gətirib çıxardır. Və bu səbəbdən də xəstə çox vaxtı şəkərli diabet xəstələri bu ağrıları hiss eləmir. Lakin xəstə mütəmadi olaraq nəinki böyrəklər, hətta göz və ürəyi də rutin olaraq kontroldan keçirtməlidir.